Salam hörmətli müəllimlər. Bugün sizinlə yeni testimizlə qarşı-qarşıyayıq. Testimizin adı gördüyünüz kimi ilk yardım və 16 dənə sualdan ibarətdir. Gəlin vaxt itirmədən başlayaq. İlk yardımın əsas məqsədləri sırasına hansı daxil deyil deyir. Diqqətlə oxuyaq. A. Həyati funksiyaların davamlılığını təmin etmək. B. Zərər çəkənin vəziyyətinin ağırlaşmasının qarşısını almaq. C. Dəqiq diaqnoz qoymaq. D. Həyati təhlükəni aradan qaldırmaq. İlk baxışda düşünə bilərək ki, bütün variantlar doğrudur. Amma biz ilk yardım deyiriksə, neyinirik? Dəqiq diaqnoz qoymaq aid deyil. Burada qısa konspektimiz var. Bunu ödənəksiz Telegram kanalıma da atmışam. Baxın, ilk yardımı İlk yardımın alqoritmi vəziyyəti qiymətləndirir, təcili yardım çağırır. Budur. Baxın, vəziyyətin ağırlaşmasının qarşısını almaq, sağalmanı sürətləndirmək, həyatı xilas etmək. Amma burada dəqiq diaqnoz qoya bilmərik biz. İlk yardım alqoritmi başqa suallarda da ona da keçəcəyik. İkinci sual. İlk yardım göstərən şəxs hadisə yerinə çatdıqda ilk növbədə hansı prinsipi rəhbər tutmalıdır? Yaralını dərhal daşımaq, öz təhlükəsizliyini təmin etmək, ağrı kəsici vermək, yaraya sarğı qoymaq. İlk baxışda düşünə bilərik ki, əgər yardım göstərən şəxs hadisə yerinə çatırsa, dərhal yaralıya müdaxilə etməlidir. Xeyr, əgər belə düşünürsünüzsə, yanlış düşünürsünüz. Çünki ilk öncə yardım edən şəxs öz təhlükəsizliyini təmin etməlidir. Axı öz təhlükəsizliyini təmin etməsə, zərər çəkənə necə kömək edəcək? Baxın, burada göstərmişəm. İlk yardım göstərən şəxs nə etməlidir? Öz təhlükəsizliyini təmin etməlidir. Və burada digər variantlarda var. Keçid edib baxa bilərsiniz. Əzilmə zamanı soyuq kompress tətbiq edilməsinin əsas məqsədi nədir? Toxumaların qidalanmasını artırmaq, qan damarlarının genişlənməsini təmin etmək, qan sızması və ödəvi azaltmaq, əzələləri gücləndirmək. Bunun üçün biz gərək əzilmə zamanı hansı hadisələr, hansı ilk yardımı göstərmək lazım olduğunu bilmək lazımdır. Burada cavab C variantıdır. Qan sızmasını və ödəvi azaltmaq. Yəni, ödəm bildiyimiz kimi şişkinliyi azaltmaq lazımdır və qan sızmasını azaldırıq. Açıq-çılıq zamanı ilk yardımın düzgün ardıcılığı hansıdır? Açıq-çılıqdan söhbət gedir. Sılığı yerinə salmaq, sarğı qoymaq, həkim çağırmaq. Qalaqmanı dayandırmaq, yaranı örtmək, immobilizasiya etmək. Bu qalsın. Soyuq kompress qoymaq, masaj etmək, sarğı qoymaq, ağrı kəsici vermək, yeriməyə kömək etmək. Burada cavab B variantıdır. Deyərsə, açıq-çılıq zamanı qalaqma olurmu? Bəli, olur. Arterial qalaqma zamanı turniktin tətbiq edilməsində əsas məqsəd nədir? Ağrını azaltmaq, venoz qayıdışı artırmaq, arterial qalaqmanı müvəqqəti dayandırmaq, infeksiyanın qarşısını almaq. Burada bizim doğru cavabımız nədir? Qələmimiz getdi. C variantı. Arterial qalaqmanı müvəqqəti dayandırmaq. Burada bizim PDF-imizdə bir dəqiqə göstərəcəm. Qanaxmalar var. Qısa konspekt şəkildə göstərmişəm. Əgər bunun daha geniş formasını istəyirsinizsə, rəy bölməsində qeyd edin. Daha geniş formasını Telegram kanalıma atım. Videonu dayandırmışdım. Çəkir deyə zənn edirdim, amma çəkmirmiş. Deməli, burun qanaxması zamanı başın arxaya əyilməsi nə üçün düzgün hesab edilmir? A. Qan axmanı artırdığı üçün, qanın mədəyə və tənəffüs yollarına düşə bilməsi səbəbindən, C. Təzyiqi artırdığı üçün, D. Burun damarlarını genişləndirdiyi üçün. Burada ilk baxışda düşünürük ki, bütün variantlar doğrudur, amma xeyr, burada bir doğru cavabımız var, o da B-dir. Qanın mədəyə və tənəffüs yollarına düşə bilməsi səbəbindən. Gəl C-yə, 7-yə. Tənəffüs yollarına yad cisim düşməsi zamanı uşağın dərisinin göyərməsi hansı vəziyyəti göstərir? Mən burada sizə doğru cavabı deyim. B variantıdır. Gəlin B üstünü. İndi gəlin digər variantların izahını da verim. Burada hipertoniya arterial təzyiqin yüksəlməsidir. Yəni B isə tənəffüs yoluna yad cisim düşməsi zamanı uşağın dərisinin göyərməsi vəziyyəti, yəni artıq oksigen çatışmazlığı baş verir. Hipo az deməkdir, oksi isə oksigen deməkdir. Bu şəkildə yadınızda saxlaya bilərsiniz. Yəni oksigen azlığı baş verir yad cisim düşdüyü zaman.
C variantında isə digərləri silib aydın görünsün. Hipertermiya isə bədən temperaturunun həddindən artıq yüksəlməsidir. Bu günvurma zamanı baş verir. Yəni bunu o şəkildə yadınızda saxlayın. Hiperglikemiya isə nədir? Bədəndə şəkərin normadan artıq olmasıdır. Yəni şəkər xəstəliyidir bu. Ona görə bunların hamısı yanlışdır. Sadəcə doğru cavabımız B-dir. Febral qıcı olmalar daha çox hansı yaş dövründə müşahidə olunur? Bu B variantında, bunu yadınızda saxlamalısınız. Yanıq sahəsinin uzun müddət soyuq su ilə soyudulması hansı məqsədə xidmət edir? Dərinin rəngini dəyişmək, toxuma zədələnməsinin dərinləşməsinin qarşısını almaq, qalxmanı artırmaq, infeksiya, əlbəttə ki, nədir? B variantıdır. 10. Şuur içkisi zamanı aşağı ətrafların qaldırılması hansı fizioloji məqsədə xidmət edir? Beyinə qan axını artırmaq, nəbzi azaltmaq, bədən temperaturunu yüksəltmək, tənəffüsü sürətləndirmək. Burada nədir? Əlbəttə ki, A variantıdır. Siz testi, yəni videonu dayandırıb, doğru cavabı tapıb, sonra yenidən video davam edə bilərsiniz. Elektrik travması zamanı zərər çəkənə birbaşa toxunmaq niyə təhlükəlidir? Yanıq yarada bilər, xilasedici də elektrik cərəyanına məruz qala bilər, ağrını artırar, nəbzi zəiflədir. Əlbəttə ki, doğru cavab B-dir. Biz burada birinci sualda demişdik ki, yardım göstərən şəxs nə etməlidir? İlk öncə öz təhlükəsizliyini təmin etməlidir. Daha sonra zərər çəkənə kömək etməlidir. 12. Boğulma zamanı kürəklər arasında vurulan zərbələrin əsas məqsədi nədir? Ağrını azaltmaq, xarici cismin tənəffüs yolundan çıxmasına kömək etmək, ürək fəaliyyətini sürətləndirmək, tənəffüsü dayandırmaq. Əlbəttə ki, B variantı xarici cisim tənəffüs yolundan çıxmalıdır. İlan sancması zamanı sancılan layihəyə turniket qoyulması niyə tövsiyə edilmir? Zəhərin təsirini artırdığı üçün, toxuma narkozu riskini artırdığı üçün, ağrını azaltdığı üçün, şişkini azaltdığı üçün. Əlbəttə ki, doğru cavab B variantıdır. Həşərat sancmasından sonra dodaq və ağız boşluğunda yaranan ödəm hansı təhlükəli ağırlaşmaya səbəb ola bilər? Əlbəttə ki, boğulmaya. Deyə bilərsiniz ki, müəllimə, bəs hipotermiya nədir? Hipotermiya bədən temperaturunun normadan aşağı düşməsi deməkdir. Yəni artıq burada titrəmə baş verir, yuxululuq baş verir, halsızlıq baş verir. Hipotermiya zamanı müşahidə olunan əlamətlərin biri hansıdır? Elə bayaq dedik, titrəmə və solğun dəri. Beyin silkələməsində ağır formasında hansı əlamət daha xarakterlikdir? Beyin silkələməsi deyirsə, iştahın artması, burun və ya qulaqdan qan axma, öskürək, əlbəttə ki, nədir? Bir də müəllimə, siz də 3 termini qarışdıra bilərsiniz. Hipotermiya, hipotermiya və hipertoniya. Gəlsin, bunu artıq baxmışıq buna. Hipertoniya. Gəlin bunların izahını sizə burada bir qeyddə yazım. Mən videonu dayandıracağım. Yazın, çünki vaxt yetməsin. Deyəcəksiniz ki, üçüncüsünü niyə fərqli rəngdən yazdınız? İndi başa salacağım niyəsini. Gəlin baxayım. Hipertermiya nədir? Hipertermiya bədən temperaturunun normadan artıq yüksəlməsidir. Yəni bu qızdırma artıq 39-dan hətta 1 dərəcəyə belə çıxa bilər. Daha sonra hipotermiya isə bədən temperaturunun normadan aşağı düşməsidir. Bu hipertermiya günvurmadan baş verə bilər, yəni istilik həddindən artıq qalxa bilər, qızdırma baş verir. Hipotermiya isə normadan artıq temperatur düşür, 36-33 dərəcə Selsiyə qədər düşə bilir. Hipertoniya isə təzyiqlə əlaqədardır. Bunlar bir-birinin əksidir. Amma hipertoniya tamamilə fərqli bir şeydir. Bu arterial qan təzyiqinin yüksəlməsidir. Bu əsəbdən, stressdən, xəstəlikdən baş verə bilər. Bir də burada hipoksiya var idi. Bunu isə heç qarışdırmayın. Bu oksigen azlığı ilə bağlıdır. Bayaq dedim, hipo azdır, oksi isə oksigen kimi yadınızda saxlaya bilərsiniz. Məndən bu qədər. Əgər istəyirsinizsə, bu kimi testlərin və terminlərin davamını o zaman rəy bölməsində bildirin və yaxud da Telegramda reaksiya bildirərək mənə
xəbər verə bilərsiniz. Görüşərik digər dərslərimizdə.